niyə yoqaya başlamısan deyəndə dediyi ilk sözlərdən biri travmalarımı sağaltmaq üçün. Düşünürdüm ki, yoga siz gedib orada nə edirsiniz? Oturursunuz belə əllərinizi açırsınız, om falan deyib oxuyursunuz. Ora mənlik deyil də. Elə siz qızlar ora gedin, sizə maraqlı gəlsin. Yoga adı altında edilən hansı praktikalar artıq təhlükə hesab edilir? Əgər fiziki bədənin zəifdirsə, birbaşa havalana bilərsən. Yəni psixi pozğunluğa gətirib çıxarda bilir. Bəli, gətirib çıxarda bilir. İnsanlar yoqanı cadu, enerji və seyr kimi təqdim edir. Bu artıq yoga deyil, yoxsa yoqanın yanlış şərhidir. Cadu, əməl, bunlar var. Mən sənin bolluq pul enerjini açıram. Sən də inanırsan, deyirsən ki, okey də 200 manatım var, 150 manatımı gedim ona verim. Yoqanı da bir ibadət saya bilərikmi? Bilirsiniz nə qədər zəngin insanlar var elə bu şəhərdə, hansıların ki, hər şeyləri var, amma onlar xoşbaxt deyillər. Hə, olsun 200 minlik maşınım. Mən onu ilə kimə nə sübut edirəm? Amma yoga edirəmsə də xərçəng olmayacam deyə bir şey yoxdur. Sizcə kainatda sərhədlər var? Salam, mən Hüseyn Ağayevin təqdimatında üzləşməyə baxırsınız və bugünkü qonağım beynəlxalq yoga təlimçisi. Salam, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm. Özünüzü qısaca təqdim edin. Sahib Xudaverdiyev, yoga təlimçisiyəm. Hindistanda oxumuşam, təlimlərimi almışam və ondan sonra öz ölkəmdə yoganı təbliğ edirəm. Ümumiyyətlə yoga nədir, necə formalaşır və yoganın əsas məqsədi nədir? Yoga çox dərin fəlsəfədir, hansının ki 5000 ildən çox tarixi var. Bədən tərbiyəsi, zehni tərbiyələndirmək və o son zamanlar çox aktualdır. Yoga sözünün mənası ümumiyyətcə yuj, qədim sanskrit dilindən birləşmək deməkdir. Sən ruhunu, zehnini və fiziki bədənini birləşdirirsən. Bugün aktual olmağı ondan ibarətdir ki, hal-hazırda insanlar onlar ayrılıblar bir-birlərindən. Yəni ruh zehindən, bədəndən və o səbəbə görə çox aktualdır yoga bu günləri. Dediyiniz kimi yoga hamımız bilirik ki, 1000 illiyi olan bir praktikadır. Bəs son dövrdə bunu siz də vurğuladınız. Əsas sualım budur ki, son dövrlərdə niyə yoga məşhurlaşmağa başladı? Yəni insanlar artıq bədən sağlamlığına önəm verdiyi qədər də ruh sağlamlığına da önəm verməyə başlayıblar. Yoxsa bu sadəcə bir marketinqdir? Marketinq tərəfləri də var, sözsüz. Amma son zamanlar insanlar qaçışdadılar və onlar yalnız fokuslanıblar pul qazanmağa, status, mən bu cəmiyyətdə kim olmalıyam? Yəni və o insanları xəstələndirir. İnsanlar balansı itirirlər, öz sağlamlıqlarını itirirlər, öz zehni sağlamlıqlarını itirirlər və ona görə də bu günləri, yəni milyardlarla insan bütün planetdə oturublar antidepressantlarda, həkimlərdə. Çünki biraz özlərini unudurlar, öz ruhlarını unudurlar. Və bədən başlayır bizdən qisas almağa. Belə bir anlayış var ümumiyyətcə yoqada. Bədən qisas alır o halda nə vaxt ki sən ona vaxt ayırmırsan, sən ona sayğı ilə yanaşmırsan, fokuslanırsan yalnız bir şeyə. Əvvəlki bizim babalarımız, atalarımız və ondan əvvəlkilər biraz qayıtsaq, onlar oturub ruhlarını fikirləşirdilər ki, onlar daha sağlam idi, yoxsa biz fikirləşməyə başlamışıq? Baxın, onda dəyərlər başqa idi. İllər keçir, dəyərlər dəyişir, qanunlar dəyişir. O vaxt ruh ruhuydu da. Bəli, bizim o ruhla vaxtda da. onların ruhlarının fərqi yoxdur arasında. Baxın, sizcə o vaxtı olan mədəniyyət, tərbiyə, sayğı insanlara bir-birlərinə qarşı indi var ya yoxdur? Nisbətən yoxdur. İndi nisbətən yoxdur. Çox şeylər dəyişir. Ümumiyyətcə, cəmisi bir 10 il, 15 il bundan qabaq insanlar daha çox vaxt ayırırdılar öz bədən sağlamlıqlarına, zehinlərinə. Misal üçün, indi baxın, hətta ikinci mərtəbəyə də insanlar liftlə qalxmaq istəyir. Heç kim artıq, yəni heç bir fiziki hərəkət həyatımızda çox azalıb, həddindən artıq. Qadınlar gedirlər bulvara semiçka çıtlamağa, onlar gedmirlər orada 5000, 10000 yürüyüş etməyə, söhbətə gedirlər. Yəni bu bir reallıqdır.
Yeraltı keçidlərdə pilləkənlərin üstündə adam ümumiyyətcə yoxdur. Amma eskalatorların üstü insanlarla doludur. Görürsüz nə qədər biz özümüzü tənbəl etdik. Sizcə 10 il bundan qabaq belə bir şey var idi. Biz otururduq evdə yemək sifariş edirdik. Müxtəlif mətbəxlərdən yeməklər gəlirdi. Yox, biz daha çox hərəkətdə idik. Bu bir komfortdur ki, mən fiziki güc sərf eləmədən hansısa bir yerə eskalatorla duraraq sadəcə gedəcəm və yaxud da ki, durub hansısa yeməyi bişirmədən gözləyəcəm, eyni vaxtı xərcləyəcəm, amma o vaxtı gedib hansısa yeməyi bişirməyəcəm. Başa düşürəm, bu idman tərəfdən tənbəlləşməyə gətirib çıxardır, biz sağlamlığımızı necəsə geridə qoyuruq, amma müasir dövrdə daha çox insanlar komfortuna düşkünlüyü var. Bunların da səbəbi, əslində sualım elə o üçüncü sualım bu idi ki, niyə müasir dövrdə, budurmu səbəb insanların belə deyim, xəstələnməyi ya da ki, yeni bir dillə desəm, travma almağı, bu travmalar gətirib buna çıxardır. Ümumiyyətlə, yoqaya gələn insanların bir neçəsini tanıyıram həyatda. Niyə yoqaya başlamısan deyəndə, dediyi ilk sözlərdən biri travmalarımı sağaltmaq üçün, travmalarım məni sıxdığı üçün. Ümumiyyətlə, bu nədir? Travma nədir? Niyə əvvəllər bu travma yox idi? Niyə indi populyardır bu travma? Eyni tərbiyə, əvvəlki tərbiyədə var idi. Uşaqlıq travma, valideyn travması, travma və hər şeyə biz öyrəşmişik travma deməyə. Hətta övladlarımıza, yaxınlarımıza belə bir şey eləməyə başlayanda çəkinirik onun xətrinə dəyməyə və yaxud hansısa bir sözü deməyə çəkinirik ki, mən ona birdən travma verərəm. Yəni, niyə bu qədər məşhurdur bu söz? Niyə biz indiki dövrdə, müasir dövrdə insanlar daha çox travma almağa başlayıblar? Siz dediyiniz komfort məsələsi də, əlbəttə ki, komfort çox önəmlidir. Amma yenə də insanlar balansı itirirlər. Sən o komfortun bir var tam içinə girib oturursan, onda əlbəttə ki, komfort, üstəgəl passivlik, üstəgəl heç də istəmirəm, sonra heç nəyi bəyənmirəm, psixi problemlər, sonra başlayır psixoloqlar, psixiatrlar, dərmanlar və s. Sən həyata qarşı artıq sönürsən. Ruhun heç nəyi sevinmir. Sən bədənində olan təbii Tanrının enerjisi artıq axmır. Çünki bədən passivləşir, zehin passivləşir. Bir müddət öncə daha çox aktivliyi var idi. İnsanlar çox çalışırdılar, az düşünürdülər. Amma indi isə məlumat devridir. Yəni, məlumat o qədər çoxdur. Misal üçün, bu sosial şəbəkələrdə görürük də, ancaq əyləncə, ancaq neysə, komfortu bizə daha çox həyatımıza gətirən kontentlər. Amma şuurlu, savadlı kontentlər çox azdır. Əlbəttə ki, insanlar da bu halda az maariflənirlər. Onlar düşünürlər ki, mən bu günləri neynirəm, harasa idmana gedim, yoqaya gedim və s. Elə oturum evdə. Çünki zehin passivləşir. Yəni, son zamanlar bu baş verir. İnsanlar niyə yoqaya başlayırlar? Yəni, biz bayaqdan danışdığımız kimi, bu travmalar və s. buna mı görə gəlir, həyatını dəyişmək istəyir? Yəni, nə üçün gəlir? Bax, sizin təcrübələrinizdə siz bu təlimi verirsiniz. Yoxsa alternativ olaraq deyirəm, mənim eşitdiklərim daha çoxu budur ki, bir trenddir deyə gələn insanlar da varmı buna? Ki, sosial şəbəkədə göstərsin ki, mən yoqaya trend üçün gedirəm. Yəni, bunu göstəriş üçün eləyənlər varmı? Yəni, ən çox kimlərdir? Bəli, göstəriş üçün edənlər var. Bir çox tələbələr var, hansılar ki, onlar özlərini paylaşırlar. Yəni, dərs zamanı paylaşmağa gəlirlər. Ki, mən də bununla məşğulam. Heç bir şuur yoxdur, yəni dərinlik yoxdur. Mən özüm haqqında danışa bilərəm, necə mən yoqaya gəldim. Mən həyatımda bəzi şeyləri gördüm, sonra müəyyən depressiyadaydım, sıxılmışdım, maddi tərəfləri çox gördüm və başa düşdüm ki, bir boşluqdur. Yəni, mənim özümə sual verdim, mənim ümumiyyətcə məqsədim nədir, mənim ruhum nəyə görə bu dünyaya gəlib? Bəlkə mənim bir missiyam var, amma mən əgər həyatı belə qəbul edirəmsə, yəni iş, ev, zənginlik, o var, bu var, hamıda var, bir məqsəd yoxdur, sanki bir boşluqdur. Bu sualları özümə verirdim və təsadüfi tanış oldum. Bir rəfiqəm mənə tövsiyə elədi yoqanı. O bir ara mənə deyirdi ki, sən çox belə depressiyadasan, mən səni görürəm. Mən deyirdim ki, yox, hər şey yaxşıdır. Deyirdi ki, sən yoqa ilə məşğul ol, o sənə kömək elər. Mən bir zaman gülürdüm. Yəni, mən belə kostyumda gəzən bir adam idim. Düşünürdüm ki, yoga, siz gedib orada neyinirsiniz, oturursunuz belə, əllərinizi açırsınız, om falan deyib oxuyursunuz.
ora mənlik deyil də. Elə siz qızlar ora gedin, sizə maraqlı gəlsin. Bir dərs denəyəndən sonra mən bilmirdim ki, yoqanın sən demə müxtəlif şaxələri var. Orada elə fiziki hərəkətlər var ki, heç bir fitness treneri onu edə bilmir. Mən belə çox bunu ürəklə deyirəm, çünki çox məşhur fitness trenerlər, ümumiyyətlə məşhur idmançılar ölkəmizdə mənim dostlarımdır və mən bəzilərinə təlimlər keçirəm. Təəssüf ki, mən adları deyə bilmirəm, çünki deyirlər ki, yox, biz hallanmıyıq yoga mövzusunda, çünki o daha çox qadınlara, qızlara aiddir. Okey. Bu bir seçimdir. Yoqada çətin hərəkətlər var. Yəni mən birinci dərsdən sonra sanki bədənimi hiss etməyə başladım. Mən indi anlayıram ki, bədəndə enerjilər qalxır və sən daha gümrah olursan, sənin bədənində olan o bel ağrıdır, dartılmadır, çiyin ağrılarıdır, hamı çıxır gedir, özü ki, çox qısa bir müddətə. Bir həftə, 10 günə sən başlayırsan, bədən başlayır, sanki oyanır. Sənin zehnin oyanır, sən daha yaxşı düşünməyə başlayırsan, sən insanları başlayırsan başa düşməyə. Yəni o qədər sənə belə səni super insan edir bir sözlə. Bu şeyləri başladım hiss eləməyə və daha dərindən onun fəlsəfəsini öyrənməyə başladım. Mənə ümumiyyətlə hər zaman maraqlı gəlirdi bu mistik şeylər, kainat, ulduzlar, enerji, ruh nədir, nəyə görədir? Bütün bu sualların cavabını mən bir neçə dəfə Hindistanda olmuşam, yaşamışam orada. Dərin, yəni qurulardan dərs almışam və nə gözəl ki, mən düşündüm, artıq mənim 40 yaşım var. Mən bundan sonra nə işlə məşğul olacağam? Hə, olsun 200 minlik maşınım. Mən onu ilə kimə nə sübut edirəm? Cəmiyyətdə göstərirəm ki, mən belə çox uğurluyam, amma o cəmiyyətin ölçüsü iləndir. Burada başqa ölçülər də var. Burada mənəvi ölçülər var. Nə gözəl ki, mən elə 20 minlik maşın istifadə edim, amma mənim kimin vaxtında azmış, çətinliyə düşmüş minlərlə ruhları bu günləri sağalda bilim, onları şəfalandıra bilim. Onlar sağlamlıqlarını tapsınlar. Siz bilirsiniz, ümumiyyətcə insan fiziki hərəkətlərə başlayanda nə baş verir? Bədən stres, gərginlik, çətinlik, qorxular, yəni bu prosesdə yaşayır. Və bizim qaraciyərimiz başlayır ona reaksiya verməyə. İnsan başlayır xəstələnməyə. Qorxular birbaşa qaraciyərlə bağlıdır. Bunu qədim fəlsəfə deyir. Bu mənim düşündüyüm fikir deyil. Orada nə baş verir? Bədən başlayır passivləşməyə və nə qədər insanda xəstəlik problemlər var, başlayır özünü göstərməyə. Misal üçün, bədəndə fiziki hərəkətlər olmayanda hüceyrələrimiz bir-birinə yapışırlar. Orada nə baş verir? O, bu günləri müasir həkimlər adlandıqları müxtəlif xəstəliklərdir. O, Hashimoto'dur, xərçəng xəstəliyidir. Hüceyrələrin bir yerə toplanmış vəziyyətidir və orada artıq vəz yaranır. Çünki bədən hərəkətsizdir. Bədən öz payını istəyir. Biz hərəkət etdiyimiz zaman bu ən idealı yoqadır, stretchingdir. Orada o hüceyrələr başlayırlar dartılmağa. Yəni bu günləri sən özünü yaxşı hiss edə bilərsən, amma bilmirsən 3 ildən sonra səni təsadüfi keçdiyin MRT-də sənə nə deyəcəklər? Amma yoga eləyirəmsə də xərçəng olmayacam deyə bir şey yoxdur. Yəni yoga eləyirəmsə xərçəng olmayacam deyə bir şey yoxdur. Yox, baxın, siz birbaşa bağladınız. Amma biz biraz geniş baxmalıyıq. Mən yoga ilə məşğulamsa, ümumiyyətcə yoganı qoyaq bir kənara. Mən özümlə məşğul oluramsa, deməli mən xoşbəxtəm. Əgər mən hansısa bir bədən tərbiyəsi ilə məşğulam, bilirsiniz orada bütün enerjilər açılır. Siz görmüsünüz bir idmanla məşğul olan insan qanı qara olsun, qaşqabaqlı olsun, negativ olsun. Mümkün deyil. Əgər o idmanı atırsa, okey, başlayır kilo almağa, başlayır negativ olmağa, başlayır əsəbi olmağa. Çünki bədən artıq o dalğanı, o elektriki almır. Yəni mənim bu günləri fiziki bədənim önəmli deyil. Mənim ruhum önəmlidir. Mən onu zənginləşdirməliyəm. Mən insanlara şəfacı ruh olmalıyam. Onlara dəstək olmalıyam. Necə ki, biz maarifləndiririk insanları. Siz öz istiqamətinizdə, mən öz istiqamətimdə. Baxın, bu həqiqətən də çox gözəl bir missiyadır. Çünki insanlar hal-hazırda sizin verilişinizə baxırlar, deyirlər ki, doğrudan da bu çox fərqli bir yanaşmadır. Necə də gözəl oturub maraqlı şeylər haqqında danışırlar. Bu günləri sağlamlıq haqqında danışırlar.
Yəni bu artıq bir gözəl karma yaşayırsınız. Ona görə də siz bu günləri belə uğurlusunuz. Görürsünüz, çünki Tanrı da sizi mükafatlandırır. O sizin işinizi görür, o sizin layihənizi görür. Həqiqətən də bu siz öz sahənizdə maarifləndirirsiniz, insanları sevindirirsiniz. Nə qədər insanlar var, hansılar ki, bu günləri bizim danışdığımız sözləri eşitməyə ehtiyacları var. Çünki siz mənə ara sıra müraciət eləyirlər. Yəni bir düşürlər bu həkim sisteminə. Həkim sistemi də biraz çətin sistemdir. Yəni biz hal-hazırda həkimə gedəndə deyəndə ki, dirsəyim ağrıyır ya nə bilim qolum ağrıyır, sənə deyirlər ki, sən deyirsən şəkər xəstəsisən, gedirsən bütün bu analizləri verməlisən. Biz də gəlirik o analizləri verməyə. O analizlər təxminən 350-500 manat pul tutur. Və sən düşünürsən, mənim dirsəyim ağrıyır, amma məndən yəni nəyə görə? Əvvəllər bu şeylər baş vermirdi. Əvvəllər biraz daha ləyaqətli, daha hörmətlə yanaşırdılar. Yoga adı altında edilən hansı praktikalar artıq təhlükə hesab edilir? Yoga ilə məşğul olan insan bəzən anlamadan qapılar aça bilərmi, yoxsa bu qorxu yalnız cahillikdən irəli gəlir? Misal üçün, mənim bu günləri 40 yaşım var. Mən 40 yaşına kimi nə qədər çox insanlar mənə baxıblar, deyiblər ki, bu uğurludur, onlar öz enerjilərini yollayırlar. Və bütün o enerjilər oturur bizim şuurumuza, bizim bədənimizə. İnsanın həyatında böyük təsir göstərir. Yoqada da o var. Əlbəttə ki, əgər sən bilmədən müəyyən dərinliklərə gedirsənsə, orada artıq müəyyən çətinliklərlə üzləşirsən. Çünki biz bilirik, sadəcə bizim ruhumuz, yəni bu dünyada başqa ölçülər var, başqa varlıqlar var. Bunu heç kim yəni deyə bilməz ki, yox, belə şey yoxdur. Hətta bütün dini kitablar bu haqqdan danışır. Sən bilməlisən nə qədər, hara kimi eləməlisən və yaxud hazırsansa. Misal üçün, yəqin ki, eşitmisiniz Kundalini yoga, belə bir yoga növü var. Enerjilərin aktivləşmə deməli hərəkətləri. Əgər fiziki bədənin zəifdirsə, sənin birbaşa havalana bilərsən. Birbaşa. Çünki mən adamlar tanıyıram, hansılar ki, Maştağada şəfalandırıcı kursda, yəni onlar o dərəcəyə çatmışdılar ki, çünki bədən zəifdir, arıq-arıq qızlardır, ruhları zəif, qorxacaq. Onlar da o enerjini aktivləşdirirlər, amma fiziki bədən çox zəifdir. Və o enerji orada dözmür. Sən bir gün güclü olmalısan o enerjini aktivləşdirmək üçün. Yəni hazır olmalısan. Yəni psixik pozğunluğa gətirib çıxarda bilir. Bəli, gətirib çıxarda bilir. Sonra panik ataklar başlayır və onun sonra üzərində işləmək lazımdır o insanı bərpa eləmək üçün. Enerjilər birdən-birə aktivləşirsə, bu günləri hamı o haqda danışır. Çünki çox aktual mövzudur. Ümumiyyətlə bizim xalq biraz meyillidir də, o əməl, cadu, nə bilim, getdim, baxdırdım, neynədim. Baxın, əslində o şeylər var. Negativ enerji kimi gedir, ümumiyyətcə mən negativ enerji deyirəm. Haçan ki, kimsə sənə nəsə edə bilir. 3 vasitə ilə, sözləri ilə, baxışları ilə. Fikir vermişsiniz, oturub kimi ilənsə ünsiyyətdə olursunuz da. İndi sizin yanınıza adamlar gəlir. Bəzi, misal üçün, podkastdan sonra siz özünüzü belə normal, gümrah, əksinə enerji dolu hiss edirsiniz. Amma bəzi insanlar olur ki, siz sanki sönmüsünüz. Sizin bütün enerjinizi aldı. Məncə ümumiyyətlə enerji var. Yəni yenə deyirəm, var enerji, amma mən şəxsən özüm olaraq enerjinin o qədər də dərinə getməyə çalışmıram. Çünki dərinə getsəm, oturub o haqda, insan haqqında doğrudan da mənim enerjimi aldı, almadı desəm, fikirləşsəm və bu mənim saatlarla vaxtımı alacaq və çox dərinə gedən insan olduğum üçün çalışıram girməyim. Amma dediyinizlə nisbətən və razıyam. Adam var ki, insanı xoş olmur, onun aurası yaxşı olmur, ona söhbət eləmək istəmirsən, baxırsan ki, negativ alırsan o insandan, olur. Yenə də amma mən dərinə getməyə çalışmıram. Amma belə deyim də, bəzi insanlar var ki, doğrudan da çox dərinə gedir və insanlar yoqanı eşitdiklərimdən deyirəm sizə və bu nəticədə düzgündür, realdır, onları sizdən maraqlanmaq istəyirəm ki, insanlar yoqanı cadu, enerji və seyr kimi təqdim edir. Bu artıq yoqa deyil, yoxsa yoqanın yanlış şərhidir? Baxın, elə seanslar var, misal üçün, hansılar ki,
Hindistanda yoqanın paytaxtında onlar deyirlər ki, siz bu şeyləri nəyə görə edirsiniz? Yəni bu bir marketinqdir. Bütün dünyada baş verir və bizim ölkədə də baş verir. Çünki nəyə tələbat varsa, İnsanlar, qadınlar daha çox buna inanır. bəli, qadınlar daha çox enerjiyaya inanır, ruha inanır və onlar düşürlər. Şəhərdə çox yoga müəllimləri var, hansılar ki, bu günləri yalnız o boşluqda pul qazanırlar. İstifadə edirlər o İstifadə inanclardan. Bəli, onlar başa düşmürlər o gördükləri günahı, o karmanı. Sadəcə olaraq və yəni izləyicinə onu verir ki, o da onu istəyir. Yəni nə istəyir, onu verir. Onlarda fəlsəfə yoxdur, onlarda yoga haqqında anlayış yoxdur. Yəni yoqada bu varmı, yoxmu? Yoqada bu cadu, enerji əməli və sehir var, yoxsa yoxdur? Yoxdur. Bəs ümumiyyətlə siz özünüz caduya, əmələ inanırsınız? Baxın, cadu, əməl, bunlar var. Bütün dinlər bu haqda danışır. O neqativ enerjidir. İnsanlar bir-birlərinə onu istəyəndə də ötürürlər, istəmədən də ötürürlər. Müxtəlif yolları var. Və biz onlardan təmizləyə bilirik. Amma belə bir şey yoxdur ki, konkret sən gəl mənim yanıma, mən sənin canından cadunu çıxardım, mən sənə seans edim, sən də mənə 100 manat ver. Yox, bu yalandır. Belə bir şey yoxdur. Sadəcə olaraq bizim millət biraz meylli olduğu üçün bu mövzulara və o müəyyən, mən hətta onları yoga müəllimi deməzdim. Onlar başlayırlar, özlərini terapist adlandırırlar. Mən terapiya keçirəm, səni təmizləyirəm, nə edirəm? Valla boş-boş şeylərdir. Gəl yanıma, mən sənin çakralarını açıram. Heç o insan bilmir çakralar nədir, necə olur və necə açılır. Mən sənin bolluq pul enerjini açıram. Sən də inanırsan, deyirsən ki, okey də 200 manatım var, 150 manatımı gedim ona verim. Zato mənim gələn həftədən, gələn aydan mənə başqa bolluqlar, ruzi bərəkət gələcək. Yəni insanlar inanırlar. Hal-hazırda mənə elə gəlir ki, minlərlə, 10 minlərlə insanlar bu tələyə düşürlər. Yəni bu bir inanmayın. Belə bir şey eşidəndə mənim sözlərimi xatırlayın, getməyin, düşməyin bu tələlərə. Bəziləri yoqanı qaçış kimi görür, yəni problemlərindən uzaqlaşmaq üçün. Sizcə yoqa qaçışdır, yoxsa problemlərin tam içinə girmək? Mən deyərdim ki, yoga qaçış deyil, əksinə sən problemləri həlli yoludur. Çünki sən başlayırsan özünü anlamağa, öz gücünü anlamağa. Nəyə görə insanlar alkoqoldan istifadə edirlər? Çünki əsl qaçış odur. Səndə problem var, sən qorxursan, sən o təzyiqi bilmirsən bədənindən necə çıxardasan və gedirsən biraz alkoqol istifadə edəndən sonra beyin düşür teta dalğaya, hər şey yaxşıdır, problemlər unuduldu, amma sabahsı günü eyni problemdir. Yəni problem həll olunmur. Sən qaçmamalısan, sən əksinə problemi həll eləməlisən. Yəni onda belə çıxır ki, yoga insanı onunla yaşamağa öyrədir, yoxsa sağaldır ümumiyyətlə travmanı, hər bir şeyi. Həm sağaldır, həm sənə yeni yolu göstərir. Bəs doğrudan da yoga hər kəs üçündür, yoxsa bəziləri bu yola sadəcə hazır olmur? Necə bilə bilərsən ki, yəni var belə bir şey ki, sən yoga üçün hazır deyilsən. Mənim bədənim, ruhum yoganı qəbul etməyəcək. Mən hazıram yoxsa yox? Var mı belə bir şey? Yoxsa ümumiyyətlə yoga ilə hamı məşğul ola bilər? Yoga ilə hamı məşğul ola bilər, amma əgər sənin zehnin kritikdirsə, o birbaşa maddi dünyanı yaşayır, ona çox vaxtı sən etdiklərin əlbəttə ki, ona gülməli gələcək, deyəcək ki, siz orada bilinmir nə işlə məşğulsuz. Yəni sən bu günləri nə qədər açıqsan bilgiyə, bir o qədər də alırsan. Əgər neqativsənsə, bilgiyə açıq deyilsənsə, ümumiyyətcə elə insan inkişaf etmir. Hə, həyatda da, hə. Əlbəttə, yəni sən bilgiyə o bəzi insanlar var, onlar Sovet vaxtı bir universitet oxuyublar və deyirlər ki, mən bildiyim, yəni adamda ego danışır və məlumat sanki paslanıb, inkişaf etməyib. Çünki onlar qəbul edə bilmirlər. Onlardan 20 yaş, 30 yaşı az olan mütəxəssis artıq dünyanı gezir, gedir dünyanın ən aparıcı ölkələrində təhsil alır, gəlir və bütün ölkə ondan danışır. O onu qəbul edə bilmir. Ego imkan vermir. Bəli, ego orada ego ümumiyyətcə bir xəstəlikdir, əgər onun aşırı dərəcədə insan yaşayırsa. Bəs yoga bunu öz egovu aşırmağa, yəni yox eləməyə imkan yaradır. Yoga deyir ki, egonu biraz naziləşdir.
Çünki ego cüzi miqdarda insanda olmalıdır. O hətta sənə kömək edir həyatda. Bəli. O bir statusdur, liderliqdir. Özgüvənlidir. Bəli, özgüvəndir. Amma əgər o səndə aşırı dərəcədədirsə, bütün sənə yəni nə eşidirsən xətirvə deyir. Sən hər zaman belə özünü, yəni xırda bir sayğısızlıqdan da əziyyət çəkirsən. O ego deyilmi? Yəni bu günləri sən özünü yalnız zəngin hiss edirsən nələrinsə olanda. Yox, o zənginlik sənin daxilində olmalıdır. Sən bu günləri heç nəyində ola bilməz, amma sən daxilin zəngindirsə, xoşbəxtlik budur. Bəs meditasiyada zaman niyə yox olur və zamansızlıq hissi insanın psixikasına təsir edə bilərmi? Yəni psixikanı dəyişə bilərmi? Ümumiyyətcə ölçü kainatda yoxdur, zaman yoxdur. Qədim dövrlərdən yəni aylar qoyulub. Misal üçün Avqust imperatorun adıdır. Yunanistandan deməli 12 ay, günlər, vaxt, saat. Çünki insanları saymaq üçün, insanların ad soyad, yəni ad soyad qoyulur ki, bu sənin şəxsiyyət vəsiqəsindir, bu sənin Kimliyidir də. bəli, bu sənin kimliyindir, bu sənin pasportundur. Amma yəni sərhədlər var. Sizcə kainatda sərhədlər var? Yoxdur. Orada zaman yoxdur. Ona görə də bir var bioloji sənin vaxtın, zamanın. Bir də var anagrafik. Anagrafik səni sayır. Əlbəttə sən filan yaşda pensiya almalısan, sən artıq hazırlaşırsan o dünyaya, tədbirlər görürsən. Amma çünki bu bir sistemin əlamətidir. Amma sən sistemi qıranda sən görürsən ki, zaman yoxdur. Biz elə insanları görürük. Baxırsan ki, onlar 30-40 yaş bir-birlərindən fərqlədilər, amma eyni görünüşdədirlər. Eyni enerjidədirlər. Bu necə olur? Ona görə də meditasiya zamanı sən düşürsən o sonsuzluğa, o paralelə, hardakı sən artıq anlayırsan ki, bəşəriyyətdə zaman yoxdur. Dediyiniz bu söhbətlərin axırı, yəni ölüm ki, biz insanın doğrudan da bu həyatımızda yaşayırıq və müəyyən yaşa çatandan sonra ölürük. Bəs bu həyatımızda yoga ilə məşğul olmaq insanı ölümə hazırlayırmı və ölümdən qorxaraq dərin yoga etmək mümkündürmü? Ümumiyyətcə, yoga insanı mükəmməl edir, onun zehnini açır. Çünki yoga bir savaddır, sən orada dərinləşirsən, zənginləşirsən. Bədən o müvəqqətidir, amma ruh əbədidir. Yəni, biz bədəni sanki kirayə götürdük. Ruh bədənə girəndə kimin üçünsə 70 il kirayə götürülür, kimin üçünsə 20 il, yəni elə hadisələr var. Ona görə də biz çalışmalıyıq ruhumuzu zənginləşdirək. Maddi dünyaya takılıb qalmayaq. Yəni maddi məndə o olsun, bu olsun, ən yaxşısı olsun. Sanki bir yarışmadır. Mən bu günləri başqasından daha üstün olmalıyam. Yox, sən ruhunu zənginləşdir. İnsanlara kömək et. Ən böyük varlıq odur, ən böyük zənginlik odur. Nə vaxt ki, sən bu günləri cəmiyyətdə xeyirlisən. Çünki heç kim özü ilə heç nə aparmır. Heç kim. Yalnız sənin xoş əməllərini yada salıb deyirlər. Yoganı da bir ibadət saya bilərikmi? Yəni yoga zamanı yaşanan dərin halı ibadət adlandırmaq olarmı? Yoganın ibadətlə heç bir aidiyyəti yoxdur. O baxır, sən yogaya nə qədər daxil olursan. Yəni bir var ki, sən hərəkətləri bilirsən, balaca bir studiya açırsan, sənin 5 tələbən var. Bu bir fiziki hərəkətlərdir. Yəni Pilatesdan heç də fərqlənmir. Amma əgər sən özün öz üzərində daha çox işləyirsən, səyahətlər edirsən, dərin meditasiyalar edirsən, onda daha çox yaxınlaşırsan Tanrıya, səni yaradan, ali enerji, Allah, yəni kim necə adlandırır? Yəni belə bir forma yoxdur. Əgər mən bu günləri Azərbaycanda anadan olmuşamsa, mənim inancım İslamdır, mən Allaha inanıram. Başqa ölkədə, yəni başqa din var, amma yenə də göydə sərhədlər olmadığı üçün o adam başqa dil danışır və onun da qəlbində Allahdır, amma o sadəcə onu başqa adla adlandırır. Yəni başqa adlarla adlandırsaq da eynidir. Yəni hamımız üçün eynidir. Məncə eynidir. Yaradan birdir.
Sadəcə olaraq orta əsrlərdən padşahlar onlar yəni torpaqlara görə mübarizə aparıblar, döyüşlər aparıblar və sərhədlər yaranıb. Yəni belə insanları ayırıblar bir-birindən. Siz özünüz uzun illərdir bununla məşğulsunuz, yəni yoga edirsiniz və belə bir məşğul olduğunuza görə və bunun dərinliyini araşdırdığınıza görə belə sual vermək istəyirəm. Yoga sizi daha az qorxan insana çevirdi, yoxsa qorxuların daha aydın görə bilən insana? Hər ikisinə. Çünki sən meditasiyalar zamanı bədənini nə qədər çox anlayırsan, bir o qədər qorxularını görürsən və onları həll etməyə başlayırsan. Ümumiyyətcə insanı çox dəyişir, onun taleyini dəyişir. Əgər dərindən məşğul olursansa, yəni sən əgər normal studiyaya gedirsənsə, orada başqa proseslər baş verir. Amma daha dərindən sən görürsən ki, səndə olan bütün o daxili güc, potensial üzə çıxmağa başlayır. İnsanları daha çox anlayırsan, onları məsafədən görürsən, onların təbəssümündən görürsən ki, yəni bu insanın niyyəti nədir sənə qarşı. Çünki biraz ruh bağlantısı gedir. Son sual. Yoqaya başlamazdan əvvəlki sizlə indiki siz arasında hansı itki var və bu itkiyə dəyərdimi? Heç bir itki yoxdur. Əksinə mən özümü tapmışam. Öz missiyamı tapmışam. Yəni ən azından insanlara bu günləri faydalı olmaq. Bu bir missiyadır. Yəni çox insanlar axtarışdadır. Azmış ruhlar çoxdur ümumiyyətcə. Onlar bilmirlər nədən başlasınlar, necə həyatlarını dəyişdirsinlər. Bilirsiniz nə qədər zəngin insanlar var elə bu şəhərdə, hansıların ki hər şeyləri var, amma onlar xoşbaxt deyillər. Onların üzündə təbəssüm yoxdur. Onları yalnız hər yerdə onların imkanlarına, statuslarına görə qəbul edirlər və onlar bu günləri çox yorulublar ona görə. Yəni başa düşürlər ki, məndə bu günləri nə isə varsa, məni sevirlər. Bəs sabah bu məndə olmasa, məni deməli sevməyəcəklər. Hər kəs bunun fərqindədir. Çox adam bunun fərqindədir. Amma bəziləri üçün artıq gecdir. Onlar heç nə edə bilmirlər. Çünki o qədər o məsuliyyətə giriblər, o qədər o mövzunun içindədirlər. Artıq geri dönüş yoxdur. Elə düşünürlər. Buradan son olaraq bizi izləyənlərə və ümumiyyətlə planlaşdırıb da yoga ilə məşğul olmaq istəyənlərə və ya yoga haqqında məlumat əldə etmək istəyənlərə nə məsləhət görərsiniz, nədən başlasınlar, necə qərar versinlər? Diqqətli olsunlar təlimçiyə. Çünki təlimçidən aldığı enerjilər çox önəmlidir. Yəni biz baxmalıyıq bu günləri kimin yanına gedirik. Çünki yoga fitness deyil. Mən getdim orada dəmir qaldırdım, saldım. Burada enerji mübadiləsi gedir. Əgər sizin müəlliminiz ruhu öz dünyası gözəl deyilsə, əlbəttə ki siz o dərsdən heç bir fayda almayacaqsınız. Əksinə özünüzü yorğun hiss edəcəksiniz. Yəni bu çox önəmlidir. O səbəbə görə bir kitab yazmışam, Daxilə Səyahət. Bu motivasiya xarakterli bir kitabdır və özünü axtaran insanlara daha çox ünvanlanır. Onu da qeyd edim ki, mən yeganə Azərbaycanlı yoga haqqında kitab müəllifiyəm. Bəli. Çünki bu haqqda məlumat demək olar ki, yoxdur. Yalnız məlumat axtaranlar üst tuturlar türk dilli və yaxud xarici dilli kitabların tərcümələrinə. Ona görə yəni faydalana bilərlər. Təşəkkürlər, dəvətimizi qəbul etdiniz, gəldiniz, bölüşdünüz. Bol-bol uğur arzu edirəm sizə. Çox sağ olun, minnətdaram. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.